Salam əziz, gözəl, dəyərli izləyicilər. Kanalımıza xoş gəldiniz əzizlərim. Rəbbimin nuru, bərəkəti, gözəlliyi üzərinizdə, sevdiklərin üzərində olsun əzizlərim. Çətin işlərinizi belə Rəbbim asanlaşdırsın. Çətin gedən işləriniz tezliklə asanlaşaraq həyata keçsin. Yollarınıza yaxşı, gözəl, imanlı insanlar rast gətirsin. Gözəlliklər sizi tapsın əzizlərim. Bu video nə zaman qarşınıza çıxarsa, aid olanı alın, aid olmayan enerjini geri qaytarın əzizlərim. Bugün sizə dilək proqnozunu bildirmək istəyirəm əzizlərim. 2 fincanla əlaqəli. Birinci fincan, ikinci fincan. Birinci fincanın niyyətini tutanlar üçün, birinci fincanın niyyətini tutanlar üçün fincanımızı açaq. Bütün arzularınız, niyyətiniz tezliklə həyata keçsin əzizlərim. Bax əzizlərim, əziz birinci fincanı tutan izləyicilər. Bax əzizlərim, heç kim sənin üçün yaşamır. Həyat sənindir əzizim. Sən də heç kim üçün yaşamaq məcburiyyətində deyilsən. Yəni, xoşbaxt edici nə varsa onu etginən. Özünə dəyər ver. Düzdür, fədakarlıqlar çox etdin. Bəzi qapıları da öfkənlə, sinirlə deyil, yorğunluqla bağladın əzizim. Düzdür, həyatıma daxil olan insanlara kinim yoxdur deyirsən. Amma ürəyimin içində də, qapımdan içəridə yerləri yoxdur. Sildimsə demək sildim. Amma gözəl başlanğıca addım atacaqsınız. Sevgi həyatla əlaqəli biraz geri çəkilmisən. Yəni, yük o qədər ağırdır ki, o yükü artıq qaldıra bilmirəm deyirsən. Elə bir ikiyə bölünmüş kimisən əzizim, bükülmüsən elə bir. Amma siz üçün gözəl olmağa başlayacaq. Çox ağlayıb zehninə taxdığın bəzi məsələlər oldu. Amma artıq öz qiymətini biləcəksən əzizim. Birilərlə oturub söhbət edəcəksən, özün üçün bir şeylər etmək istəyirsən, sevinmək üçün. Amma məcburiyyət altında ola bilər ki, estetik əməliyyata gedə bilərsin, sağlığına əlaqəli. Bəzən özünü o qədər tək hiss edirsən ki, evliliyin olsa da belə bəzilərinizin evliliyində də sayğı, sevgi görmədikcə tək hiss edirsən özünü. Amma qarşı tərəf bəlkə də istəyərsən ayrılıb çıxıb getmək, amma qarşı tərəf səni sevdiyinə görə deyil, mənfəətinə görə səni saxlayır. Ailəni dinləyən biriləri, yəni sizin də öz hissləriniz güclüdür. O dinləyən birilərlə bir məsələni həlləmək istəyəcəksiniz. Maddiyyatla bir çətinlik, maddi, mənəvi çöküntün mü oldu, çöküntün mü ola bilər, biraz diqqətli ol. Çünki ailə içindəmi, çevrəndəmi yüksək eqolu biriləri var. Səssizliyə girmiş biraz da inatçı biriləridir. Sən də biraz inat edirsən, o da biraz inat edir. İnatlıqdan bir araya gələ bilmirsən. Səbrin azalmış, kiçik şeylər gözündə böyüyə bilər. Biriləri araya girib, aranı biraz bəzi işləri çətinləşdirmək istəyir. Bəzi şeylər geciksə də sənin xeyri və önüvə gələcək. Sən başını yastığa qoyanda da belə hesab aparırsan. Rahatlanma gəlmir sənə. Keçmişdə ayağına tərəf gələn qisməti geri çevirmirsən. Bəlkə də bilmədən çevirdin. Biriləri sizin ailənizlə əlaqəli bəhs edir, dəyərləndirir. Bəzən məmnun qalırsan, bəzən güvənsizlik gəlir sənə. Maddiyyatla əlaqəli, işlə əlaqəli sənə söz verənlər oldu. Biraz diqqətli ol, həyat da sənin dostun belə sənə qısqana bilər. Çünki bu aralar hər bir şeyi dəqiq görəcəksən. Biriləri qarşında öz sirrini bağlayır, amma sənin sirrini açan biriləri var. Mənfəətçi biridir. Ailəvə biriləri bir qadın girib çıxanda, yəni bəlkə də qonşuluqdadır, bəlkə də qohumdur. Nə vaxt sizə gəlib gedərsə ocağında sıxıntı olar. Arxandan dönənləri öyrənəcəksən. 3 yerə əlindən pul çıxa bilər. 8-li vaxtda bir xəbər gələ biləcək. 13-15 gün içində bir mübahisə yaşana bilər.
Hər şey, bəzən düşünürsən ki, hər şey yoluna düşəcək. Amma yenə də eyni şeyləri yaşayırsan, haqsızlıqlar çox yaşadın. Qohum tərəfindən sizə negativ, ən yaxınlarından gəlir əzizim. Etməz dediklərindən gəlir. Səndən üzr istəyən ola biləcək. Bir peşman olub, biri geri qayıtmaq istəyəcək. Amma içində bəzi hilələr var. Düşüngünən, yanlış qərar verməklə. Dəqiq düşün əzizim. Diqqətli ol. Çünki səndən maraqlanırlar. Dualar edirsən, zikirlərə bağlanırsan. Düzdür, bir maddiyyat gec gəlir, gecikə bilər, əlinə gələcək. Amma bəzən əlin qolun bağlı kimi olursan. Xəstə kimi, halsız günlər keçirirsən, bu negativdir, göz nəzərdəndir əzizim. Səni manipulə edən biriləri, yəni sən içinə qapandın. Bax, sən onun sayəsində içivə qapandın, amma onun ömründə də deyil, heç vecinə də deyil. İkili vaxt, göz yaşın oldu və ya ola bilər, diqqət et. Sizi aldadan insan, biriləri var ki, sizi aldatmaq istəyir, psixoloji aşağı çəkmək istəyir əzizim. Bəzinizin enerji uşaqlıq illərindən düşmüş elə bir. Ona görə də bəzi negativlər olmuş. Səbrin bitib, məntiqli hərəkət edəcəksən, bir fürsət keçəcək, gözəl xəbərlərlə gəlişmələr ola biləcək. Qarşı tərəfi öz ailəsini yönləndirməsini biləcəksən. Biraz bu dönəmlər sakit dur. Yəni, qarşı tərəfdə inat, sən də inat olarsan, ailəm qarışar bir-birinə. Biraz sakit dur, bunlar keçəcək. Sağlamlığa fikir ver. Saç tökülmələri, baş, göz bölgəsində qadınsel xəstəlikləri ola bilər. Bax, qadınlara aid diqqət edin, göbəkdən aşağı problemlər yaşana bilər. Sonraya qoyma xəstəlikləri, xərclərin çıxa biləcək, ay ortası bir telefon zəngi, olumlu bir telefon zəngi gələ biləcək. Özünü azad hiss edə bilmirsən bəzən. Sıxıntılar çox yerdən, yəni sıxıntılar olur, çox yerdən də sınanmısan əzizim. Az-az əlbə pullar gələcək, dəyərini bilməyə başlayacaqsan. Sənin arxanca gözü qalan, qısqanan insanlar da var. Sənə çox yaxındır. Küskünlük ortada var. Yəni bir qadının küskünlüyü ilə, şər sözlərinə sən çox pis oldun. Ya ola bilər ki, bir ailən dağılmaq üzrədir və ya ailən dağılmış. O da nədən əzizim? Negativ üzərindən. Negativ üzərindən sənin ailən dağılmış, söz-söhbətlər olmuş. Yəni bunu artıq indi hiss edirsən. Həyatda sevmək, ailə qurmaq. Yəni deyirsən ki, məni düşünən, məni qiymətləndirən, istəyərəm ki, həyatımda həyat yoldaşı mənim üçün belə olsun. Bax, insanların sözü ilə yox, çətin gündəki davranışına inan. Yəni, vaxt hər kəsi dəyişmir. Sadəcə əsl simasını göstərir əzizim. Ən ağır xəyanət düşməndən gəlmir. Səssizlik, zəiflik deyil əzizim. Bəzən ən güclü cavabdan gəlir. Allaha dualar deyirsən, bax, əlini qaldırmısan, dualar istəyirsən, yaxşı insanlarla qarşılaşmağı istəyirsən, yara izlərin çoxdur əzizim. Səbirsizliklər var artıq, bu boyda yara içində əlbəttə ki, səbirsizliklər də ola bilər. Səbirli ol, çünki qara buludlar dağılmağa doğru gedir. 3 rəqəmi sənin üçün gözəl rəqəmdir, həyatında dualar edirsən, bir şeyləri öyrənmək istəyəcəksən, hər gün yeni bir şeylə öyrənə bilərsən, qayğıların biraz var içində, sınanırsan əzizim, hər bir şeylə sınanırsan, razısan, şükür edən insansan. Önəmli bir sözlər söylənmiş. Siz ona görə hər bir şey unuda bilmirsin. Deyirsən, mən hər şeyi unuda bilmirəm. Gözdən qaçırdıqlarını nəzərdən keçirəcəksən. Adında A hərfi, L hərfi, bax, B hərfi, M hərfi, K hərfi, E hərfi. Yəni, qapıları bağladınız. Deyirsən, mənə heç kim hiylə edə bilməz. Zorla həyatıma girə bilməz. Biraz çətinliklər varsa, o çətinliklərdən çıxacaqsınız. Heç kim həyatıma müdaxilə etməyini izin verməyəcəksən. Qapını kimə açacaqsan, ürəyi kimi açdığını özün biləcəksən. Biraz qarmaqarışıqlar yaşandı. Deyirsən, əlimdən nəsibi qismətimi aldılar. Peşmançılıqlar yaratdılar.
Bundan sonra qərarlarını dəqiq düşünüb hərəkət edəcəksən. Bir şeylərə kiminsə xətrinə dözürsən. Bir qismət gələrək sevinəcəksən əzizim. Gözlədiyin biriləri gələ bilər, sürpriz ola bilər, nigah ola bilər. Birilərinin maskası düşə biləcək. Bir zərif bir qadın. Bir qadınla bu aralar işlə əlaqəli bir yerə gedəcəksiniz. Avqust, sentyabr ayında bir toy, nişan, ya dəvət, ya hazırlıqlar gedə biləcək. Övladın varsa sınana bilər. İmtahanı ola biləcək ki, ya sınağından ya imtahandan çıxa biləcək. Bir rahatlanma ola biləcək. Telefondan bu aralar uzaq durmaq istəyəcəksən, yorulacaqsan. Ya telefonla əlaqəli bir telefon əlindən düşə bilər, ya telefonu dəyişə bilərsən, ya neysə xarab ola bilər. 3 nəfərin sürprizi ola biləcək. Kilolu biriləri, bir də zəif qadın sizə paxıllıq edir. Bərəkət evinə gəlir, sevinəcəksən. Qoruduğun insanlar var, sizi qoruyan insanlar da var. O insanlar sizə dəyər verirlər. Uzun zamandır biriləri axtarır, sizə yol tapmaq istəyir, çalışırlar. Biraz bu 2 ay içində diqqətli ol. 2 nəfərin oyununa gələ bilərsən. Diqqət et. Birilərlə bir məsafə qoydun, amma düşünürsən. Sənətlə əlaqəli işlərinizi həll edəcəksiniz. Pasportmu, vizamı, ya iş yerində sənətlə əlaqəli sənət işlərinə diqqətli olun əzizim. Gözəl xəbərlər gələ biləcək. Biriləri sizdən yardım istəyə bilər. Amma sən maddiyyatla yox, mənəvi olaraq yanında dura biləcəksən. Çünki vaxtıkən sənin maddiyyatla ona köməyin olub. Bir qadın sıxıntıya düşə bilər. Bu qadın sənə tərəf gəlir, diqqət et. Burada şahid durma, zamin durma vəziyyəti var. Önünü bağlayan sıxıntılar da var. Çalış bu həftə heç kimə nə zamin durma. Bu həftə üzr istəyirəm, bu həftə deyirəm, üzrü sayın. Bir ayın içində heç kimə nə zamin durma, nə də ki şahid durma əzizim. Yəni sıxıntılara düşə bilərsən. Bir rahatlanma gələ biləcək. Ağırlaşan bir xəstəniz varsa da Allah sağlamlığına qovuştursun. Övladlar arasında mı ya bir mal mövzusu, mirasla əlaqəli məsələlər sənə sıxıntı yaradan insanlardan uzaq dur biraz. Ailənin içi negativlər var, telefon xəbərləri gələrək biraz narahatçılıq, sonra axırı sevinclər ola biləcək. Şübhələndiyin vəziyyətlər ola bilər. Çox təmiz niyyətli insansan əzizim. Biraz ocaqda negativlik, güzgü varsa güzgü arxasına baxın, kuxunada bəzi yerləri gəzin. Negativlik bax var, elə bir saatsa onun arxasına baxın. Ya saat işləmirsə, durubsa o saatı, işləməyən saatı ya işlədin, ya da ki evdən çıxarın əzizim. Bir kişinin sizə dəstəyi ola biləcək əzizim. Bax, anidən gözəl yollarınız açılacaq. Bir yolu düşünürsünüz, gedim, getməyim, çox çətin düşüncələr içindəsən, amma o yolu gedəcəksən. Çünki o yolun aydınlığa apara biləcək sizi. Çünki qaranlıqdan artıq aydınlığa çıxırsınız. Tülkü kimi insanlar var, biraz ona diqqət edin əzizim. Ev heyvanı saxlayırsa, ev heyvanla biraz xəstələnə bilər, yəni biraz onunla başın qarışa bilər. 200'lü insan var ətrafında çevrəndə, biraz ona diqqət et əzizim. Bel nahiyəsində ağrılar, boyun, baş ağrıları ola bilər əzizim. Biraz özünüzə, yenə edirəm, diqqət edin. Bəziniz əməliyyata mı getmək istəyirsiniz, köp, biraz qəbizlik, üzr istəyirəm qat-qat sizlərdən. Bəlkə də həkimə müraciət edəcəksiniz, bəlkə ya əməliyyat da ola bilər. Qəbizliklə əlaqəli, siz başa düşdünüz əzizim. Biraz da bu aralar yol hərəkətlərinə diqqət edin əzizim. Ya övladınız motosiklet, velosipedi ya maşını varsa da biraz övladınıza öğüt verin, nəsihət verin ki, yol nəqliyyatından sakit olsun. Çünki kiçik bir qəza ola bilər əzizim. Kəndə mi, rayona mı, harasa bir səyahətə gedəcəksiniz. Bəziniz başqa xarici ölkəyə getməyi düşünürsünüz. Yollarınız açıqdır əzizim. Amma sizə qibtə edənlər var. Dualar oxuyun, çalışın, zikirlər deyin əzizim. Ya Rəhman, Ya Rəhim, Ya Allah, Ya Rəzzaq. Tez-tez bu zikirləri birinci fincanın niyyətini tutanlar deyin. Yenə dedim, İnşirah duası, Vaqia surəsi, Mülk surələrini ya oxuyun, ya oxutdurun evinizdə. Diqqətinizə görə var olun, sağ olun əzizlərim. Keçək ikinci fincan. İkinci fincanın niyyətini tutanlar üçün ikinci fincanımızı açaq. Niyyətiniz tezliklə həyata keçsin əzizlərim.
Əzizim, gözəllərim, ikinci fincanı niyyət edinlər. Ziyarətgahınız gözlənilir. Arzularınıza çatacaqsınız. 2 diləyim var. Çətinliklər olsa da belə səni o çətinliklərdən çıxırsan. Düzdür, sənə qarşı göz var, nəzər var, danışırlar, bəxtəvərçilik verirlər. Keçmişi buraxıb gələcəyə artıq baxmaq istəyirsən. Beynində, zehnində sualların var. Bəzən ürəyində qara-qara düşüncələrin olur. Sosial çevrəvi, sevgi həyatında yəni yorulmusan elə bir. Tək oturub dinlənmək istəyirsən, aydınlığa çıxacaqsan. Sıxıntıların yavaş-yavaş keçəcək. Biriləri oturub sizi düşünür. Etdiyi səhvləri, qul haqqı üzərinizdə qaldığını vicdanı ilə düşünür. Hətta siz deyirsiniz ki, onun vicdanı yoxdur. Yox, varıdır. Vicdanı ilə düşünür sizi. Çünki sizin ahlarınızın arasında sıxışıb qalmış. Sən küllərindən doğulacaqsan. Tək başına zirvəyə yavaş-yavaş qalxırsan. Səni qısqananlar, yanlış ağıl verənlər oldu həyatında. Verdiyin əməklər boşa qalmayacaq. Düşdüyün yerdən qalxacaqsan. İş qapıları açılır. Üzüntülü günlərin gedəcək. Övladın varsa onunla əlaqəli sınandın. Yəni sınavlardan da çıxdın. Sıxıntıların ayaq altına alırsan. Biriləri də öz həyatını düzəltmək istəyir, düzəldə bilmir deyən sizə tərəf gəlir. Bəzi xəbərlər eşidib təəccüb edə bilərsiniz. Və ya birinin geri qayıtmasına təəccüb edə bilərsən. Biriləri ciddi söhbət edə biləcək. 3-cü şəxslər həyatından çıxarmağa başlayacaqsan əzizim. Nişanlı biriləri varsa bir sürpriz gözləyir. Yolların açıqdır, bir yola gedəcəksən. Və ya övlad gözləyən biriləri hamilə olduğunu bilib bir sevinci ola biləcək. Maşınla əlaqəli işləriniz ola biləcək. Adında A, N, E, R hərfi varsa bundan bir nəsib, qismət gəlir. Biriləri sizi quyuya salmaq istəyir, tələ qurmaq istəyir, amma o quyuya özü düşəcək. Sizi yoran birisi varsa ondan uzaq olacaqsınız. Bir yenilik, yeni başlanğıclar edəcəksiniz. Zaman-zaman ruh halın yaxşı ola biləcək. Dərin duyğularla sənə geri qayıtmaq istəyənlər ola biləcək. Bəzən dayanmaz halda olursan elə bir, üzün gülmür. Uşaqlıq illərindən gələn narahatçılıqlar oldu həyatında. Öz qabığında olmadığın kimisən, yəni elə bir yerdəsən ki, özünü rahat silə bilmirsən. Yəni deyirsən ki, rahat deyiləm, özüm olduğum kimi ola bilmirəm. Öz ağlınla yavaş-yavaş addımlar atacaqsan əzizim. Çəkinməyəcəksən, bu həftə addım atırsan, göz qırpında haqqın olanı ala biləcəksən. Ailədə bir qadının, yəni ailədən birisidir, qadın sənə yəni xəyal qırıqlığı verdi elə bir, unuda bilmirsən. Səmimiyyət düyünləri pozula bilər. Sıxıntın nə ilə ilgilidirsə, onları hamısını çözəcəksən. Bir şeyin bitişi, bir şeyin başlanğıcı olacaq sənin üçün həyatında. Qorxduğun kimi deyil əzizim. Sonuncular yaxşı gələcək sənin üçün. Siz elə bir ki, pul qazandığın, yəni ailə içində hamı sevinir, hamı sənin tərəfə gəlir. Biraz pulun ki olmadı, kasıblaşdın, inan yenə ki sayılmırsan. Artıq sən bunları da nəzərə alacaqsan. Çox şeylər istəyirsən. Bitməyən məsələlər var, yük üzərində var. 3 nəfər sizi axtarıb çağıra bilərlər. Evliliyi düşündükcə zaman uzanır elə bir. Ailədən birilərini və ola bilər həyat yoldaşı razı edəcəksən bir məsələnə əlaqəli. Maddiyyat gözləyirsən. Elçilikmi? Avqust ayından bir elçiliyi düşünürsünüz? Ya evinizi mi köçəcəksiniz, bir ev alacaqsınız? 2 nəfərin arasında bəzi ayrılıqlar var, mücadilələr də var ortada. 7-8 ildir bəlkə də ailədən və ya sizdən, ya ailədən biriləri məsafəli uzaq olub. Amma ağlı heç sizdə qaldı. Bitməyən bəzi çalxantılar var. Qusursuz dostlar axtarırsan əzizim. Ətrafındakilərin də fərqindəsən, hədəflərin də var, nə istədiyini, hardan başladığını gözdən keçirəcəksən əzizim.
3 ayın içində gözəl gəlişmələr yaşanacaq. Ağır yüklərdən qurtaracaqsan. D hərfi, E hərfi, R hərfi, Y hərfi. 7'li vaxtda ağlında olan suallara cavab tapacaqsan. Səyahətə getmək istəyirsən, anidən qərar verəcəksən. İstədiyin bəzi şeylər olumlu, əzizim, olumlu keçə biləcək. Narahat olma yine. Çox düşüncələr içindəsən. Ailədə biraz inciklik olmuş, bəlkə də həyat yoldaşından ayrılmışsan və ya həyatıva gələn insanlara güvənə bilmirsən artıq, inana bilmirsən, həyatıva sala bilmirsən, içində bir qorxu var. Bəlkə yenidən mən ailə qursam, ikinci baharı yaşayaram, yenidən mənim ailəmdə söz, söhbət, yenə də bu yükü mən daşıya bilmərəm deyərək öz qabığına çəkilib geri çəkilmişsən əzizim. Övladın varsa, yeniyetmə övladının cavabı, tonu, danışığı heç sənin ürəyini açmır. Bunları eşitdikcə öz zəhmət və öz hədər və yəni zəhmət çəkib həyatımı qoydum. Yəni qurban elədim həyat yolumda, amma bunun danışdıqlarına bax, bunun mənə verdiyi cavablara bax deyirsən. Yorulursan, deyirsən sən demə mən özümə qiymət vermədim. Mən özümdən üzr istəyirəm ki, mən ürəyimi incitdim. Mən bütün bədənimi incitdim. Mən yükləndim, övlad saxladım, ailə saxladım, amma sən demə dəyərsiz oldum. Düşünən insanlar var burada əzizim. Amma narahat olmayın, yeniyetmə uşaqlardır. İnşallah ki həyatı başa düşəcək. İnşallah ki valideyn qədrini biləcək. Narahat olmayın. Bəziləriniz də övladınızın imtahanına mı, sınağına mı qürur duyaraq sevinəcəksiniz. Bəziləriniz bax süfrə açacaqsınız, niyyət etmisiniz, süfrə açırsınız. Evinizdə Quran oxutduracaqsınız. Ondan sonra bir ayını keçəndən sonra evinizdə yüngüllüklər, ruzu bərəkət, yollarınızda açıqlıqlar olaraq o möcüzələri görəcəksiniz. Düzdür, bəziniz möcüzələri görürsünüz. Hərdən elə bir ürəyivə gəlir ki, oturub Allahla ünsiyyət edirsən elə bir. Əlvi açıb göyə elə danışırsan ki, ürəyində elə qədər yüngüllüklər olur ki, bəziləriniz namaz qılaraq rahat danışır, rahat olursan, rahatlaşırsan. Bir arzun var, uzaq yerə ziyarətə, bəlkə də ümrəyə getmək, bəlkə də həccə getmək niyyətin var. Kəbəni oturub Kəbə yanında dua etmək niyyətin var. İnşallah ki anidən çıxacaq. Anidən olacaq əziz izləyici. Sənin yolunda anidən yollar açılacaq. Deyirsən bir parça ürəyim təmiz olsun. Bir də ki güvənim, yəni güvənsizlik olmasın məndə. Bu aralarda biraz hərəkətli ola biləcəksən. Çox vaxt həvəsini qaçırırlar sənin. Dostların sizə gözəlliklərlə xəbər deyə bilər. Ailə içindən biriləri özü yeyib, içir, gəzir. Sənə çatanda baskı edir. Sən bunu götürə bilməyəcəksən. Sevdiyinlə 2 ay içində bir evliliyə doğru gedən biriləri var. Amma bu evliliyə doğru gedilir, amma ailələr ya sən tərəf ya onun ailəsi tərəfindən istəməməzlik var. Aranız bir araya gəlməyini istəməyənlər var elə bir. Bir ara bəlkə də ailənlə bir ara görüşməyə bilərsiniz. Amma öz ayaqlarının üstündə durursan əzizim. Xərclərini bitməyən xərclərin var əzizim. Birilərinin bəlkə də ailədən bitməyən xərcləri var, amma o sənin canını artıq sıxmış. Amma yavaş-yavaş gözün açılır, artıq bütün şeyləri dur deyərək qarşındakindən çox çilələr çəkdin, için doludur. Ailədə bir sevgi mi yoxdur, bir ayrılıq mı, iç dünyan doludur, cəsarətə gələcəksən, bir şeyləri başarmaq üzrəsən, işlə, güclə məşğul çox olacaqsan, sizə bir şey, ya siz birilərini danlaya bilərsiniz ki, və ya qeydinə qalaraq ki, sirlər açığa çıxmamaq üçün. Biriləri evliliyə doğru dartır, evlilik istəyir ki evlilik olsun, amma o evlilik düşünmür, qarşı tərəfi də allada bilər, başqasından da danışa bilər, yanlış çalış ki olmasın. Başından ata bilmədiklərin var və ya birindən uzaq eləmək istəyirsən, qovursan, nə qədər eləyirsən, səndən uzaqlaşmır, elə bir məhkəmə yolundan da bitə bilər. Bəzi problemləri kənara qoyursan, çözüm edə bilmədikləri çözəcəksən, gözəl günlərə keçirsən əzizim. Ruhu dinlətmək istəyirsən, gözlədiyin xəbər sizə çata biləcək. Maddi mənəvi problemlərin bitir, bir aydınlıq ola biləcək. Ağırlıqlar, yuxusuzluqlar bəzən sizi çox yordu, qarşılıqlıq var ortada, bir şeylər tərs gedə bilər. Başında ağrılar, bax tez-tez ağrılar gözə gəlməklə əlaqəlidir. Bir insan sizin qarşınızda əyiləcək, önündə əyiləcək. Biraz gözləri yumru kimidir. Qaşları biraz qalın kimi, dodağı da qalın deyil, yox. Çənəsi biraz belə çıxıntılı kimidir əzizim.
buğdayı əsmər rəngli biriləridir. Səhvinin sıxıntısını yaşadı, səhvlərini bildi, ədalətsiz olduğunu bilərək sizə tərəf gələ biləcək. Sizə qısqanan insanlar var. Adında S, bax F, A, L, T, E. Bununla birlikdə uzun yolu, yəni bir evliliyə doğru gedə bilərsən əzizim. İlahi ədalət gözləyirsən, gözəl addım atacaqsan. Gözlədiyin ipucu sənə çatacaq əzizim. Gizlənib qalan nələr varsa üzə çıxacaq əzizim. Keçmişi bəzən oturub gözlərini yumub keçmişi gözləyirsən, keçmişi yada salırsan. Keçmişi, yəni kaş keçmiş yenidən gələrdi düşünürsən. Ev mi, ya maşın mı satmaq, almaqla məşğul ola biləcəksən. Xoşbaxt olacaqsan, yavaş-yavaş muradıva çatırsan. Düzdür, için biraz burulğan kimidir, amma bunlar hamısı keçib gedəcək. Xəstə olan biriləri də həyatını düşünərək həyatını bundan belə dəyərləndirmək istəyəcək. Bax, bəzilərinizin uğuru qaçmış, uğur əldə eləmək istəyirsiniz, o uğuru əldə elə bilmirsiniz. Biraz sıxıntılarınız var, düşüncələriniz var, çox düşünürsünüz əzizim. Yenidənmi mən o uğuru əldə elə biləcəmmi, bəzi fürsətləri qaçırdım deyirsiniz. Amma o uğurları edə bilərsiniz. Bəzi kiçik bir ritual sizə başa salım əzizim, bax. Əzizim, götürəcəksən, ritual şamları məncə hər ölkəndə, yəni öz ölkələrində satılır. Yəni ritual şamlarından alacaqsınız. Bax, necə göstərim, burada yanımda var, mən sizə göstərim. Bax, belə ritual şamıdır. Görürsünüz, qırmızı. Uğuru düşünmək üçün, etmək üçün bu ritualı ayın əvvəli, bax, indi vaxtıdır əzizim. Yəni ay təzə olanda, dolmamış, ay dolmamış. Bunu götürürsünüz, yəni ayın üstünə gəlir, dolur da, yəni uğurunuz yolu açılır. Bunu götürürsünüz əzizim, sıxırsınız. Bax, bu ritual şamıdır, sıxırsınız. Deyəcək, harda atılır, hər halda ki, ritual şamları onlayndan və ya zakas versəniz gələr bəlkə də. Ucuz şamlardır, çox baha şamlar deyil. Bunu götürürsünüz ortadan. Bax, məsələn, sap götürün, qoy əzizimdən. Hamısı yanımdadır, götürün. Bax, sizə göstərirəm ki, məcburam ki, biləsiniz də, yəni ətrafını göstərirəm. Bunu bir-birinə sıxırsınız, bax, fitilləri, bax, bunları çıxıq o vəziyyətdə demək, görürsünüz ki, bunlar hamısı üçü yan-yana durmalıdır. Buradan sıxırsınız, bu ortasına dolayırsınız, sonra 40 dənə düyün vurursan. Amma fikri və xəyal və pulları gətirirsən, ruzu gəlir, hardansa iş yolu açılır, ay Allah, mənə maaş gələcək, ruzu gələcək, yaxşı pullar gələcək düşünürsən. Bax, mən indi bir dənə elə belə yalandan eləyim, yalandan yox, yəni eləyim ki, əzizlərim, üzr müsaid. Yəni bunu eləyirəm sizə nümunə kimi göstərmək üçün. Bax, mən bir dənə düyün vuracağım, siz 40 dənə, baba, belə. Gördünüz, bağladım. 40 dənə düyün vuracaqsınız bura. Mən şərh bölməsinə, bax, görürsünüz, düyün vurdum. Amma siz üstbəyüz 40 dənə düyün vuracaqsınız. Bax, yenə edirəm, başa düşməsinə soruşun, əzizim. 40 dənə düyün vurdunuzmu bu şama? Fikrivə gətirirsən ki, ay Allah, uğur yollarım açılsın. Allahım, sənə sığınıram, bütün varlığımla, çətinliyimlə. Əl məndən, səbəb səndən. Allahım, mələklər ətrafımda dolaşaraq, mənim bu kiçik ritual etdiyim ritualı uğurlarımla yol aç ginən Allahım. Uğurlarımı aç ginən, bağlı qapılarımı aç ginən deyirsiniz. 40 düyün vurdunuzmu, sonra bir qaba qoyun, bax, beləcə, bir qabın içinə. Belə qoyub, sonra yandırın. Yandıranda dua şərh bölməsinə dua yazacağım. Nə yazmışamsa onu oxuyursunuz əzizim. Mötərizənin içində ad yazıramsa, həm adın, həm də neçənci ildə olduğu. Məsələn, 1980-da, 1900, nə bilim, 63-də, 1900, məsələn, neçənci ildə anadan olmuşsunuzsa, onları deyirsiniz əzizim. 3 dəfə mötərizəyə gələndə adını deyirsən, duanı oxuyursan, adını deyirsən, il tarixi deyirsən, 3 dəfə bu duanı dalbadal təkrarlayırsan. Oturub baxırsan, od yanır, oda baxırsan ki, yəni düşünürsən, ay Allah, qapım açılsın, ruzum açsın, Allaha dua edirsən əzizim. Amma təmiz geyin, qüsullu olsan lap yaxşı ola bilər. Ondan sonra gördün ki, bax, bu ipə gəldi çatdı, bu düyünə gəldi çatdı. İndi qalan ip qalıbsa, belə də dolaya bilərsin ipi oraya, ya da kəsə bilərsin. Gördünüz ki, ipə çatdı. Həmin duanı 9 dəfə oxuyacaqsınız. Oxudunuzmu? Oda baxırsınız. O yana gedəcək. Bu axırı balaca şamlar qalandan sonra onu aparırsan ağacın dibinə, lüboy bir ağacın dibinə qoyursunuz. O yanan şamları ağacın dibinə qoyaraq arxasında 2 dənə, 3 dənə qəpik qoyub təşəkkür edirsiniz. Ondan sonra bircə dəfə
Yəni həmin duanı yenə də bircə dəfə oxuyursan, 2-3 qəpik qoyandan sonra arxaya baxmadan evə gəlirsən əzizim. Ondan sonra görəcəksən ki, sənin yolunda necə yollar açılır, uğurların gəlir əzizim. Bu fincanın niyyətini tutanlar muradınıza çatacaqsınız, diləyinizə çatacaqsınız. Bəziləriniz zamanı gözləməlisiniz. Bəziləriniz ilin axırına kimi arzularınız yetəcək, bəziləriniz 6 ayın ərzində yerinə yetəcək, bəzilərinizə də 9 aya əzizim. Ona görə biraz həm gözünüzü açıq edin, həm fikirlərinizi cəmləyin, həm də çox olumlu düşünün əzizim, pozitiv düşünün. Yollarınız açılır yavaş-yavaş, narahat olmayın. Diqqətinizə görə var olun.